Məcid bəy, şah gəldi, xeyirli uğurlu olsun. İndi Məcid bəy, mən sizə atıram yeri, yurdu hamısını. Yəni indidən biləsiniz də hara gedəcəksiniz səfirliyə. Özüm də orada olacağım, amma hamısını atıram. Vətəndaşlara xarici ölkədə işə düzəltmək adı ilə müxtəlif vədlər verir. Aldadıldığını bilən vətəndaşlar öz haqlarını tələb edəndə isə min cür bəhanələr gətirir. Məcid bəy, siz orada durun, narahat olmayın. Elə vaxtınızda çox var. Durun orada. Mən də Litvaya 2 nəfər adam salıram, gəlirəm o tərəfə. Sən səbirli olun. Məcid bəy, dünənləri onlar tez çıxıblar işdən. Deyir ki, biz hazırlaya bilməmişik. Hələ ki, ödənişi tamamlanmayıb ödəniş. Başa düşürsən, sən də deyirsən ki, ödənişlə bir yerdə sənədlərimi verin. Ona görə o da tamamlanmayıblar hələ. Dedi ki, bugün sabah vaxt versin bizə 6 bazar. Biz bir dənə ödənişi də tamamlayıb birinci gün təhvil verək. Sumqayıt şəhər sakinləri İnara ləqəbli Münəvvər Muxtarova adlı xanımın dələduzluğu ilə üzləşdiklərini iddia edirlər. Onların sözlərinə görə qadın Slovakiyaya işə düzəltmək adı ilə sənədlərini və 3050 manat pullarını alıb. İşdən xəbər çıxmadıqda isə Münəvvər Muxtarova ilə əlaqə saxlayıblar. O, vətəndaşlara səfirliyin qarşısına toplaşmaq lazım olduğunu deyib. Onlar da səfirliyə yaxınlaşanda isə bütün bunların bir fırıldaqçılıq olduğunu başa düşüblər. İnternet vasitəsilə tanış oldum. Adı İnara idi, amma əsl adı Münəvvər Muxtarova deyilən bir şəxs. İnternetdə tanış oldum mən bu adamla. Məni Slovakiyaya iş vizası ilə ora işə düzəltməyə. Nə iş idi öyle? Volkswagen şirkətində elə bir dəri gödəkçələrin üzlənməsi ora göndərmək istəyirdi məni. Amma yenə həmin proses getdikcə mən aldadığımı hiss elədim. Gördüm ki, yox. Bugünkü gündə mən 4 aydır, 5 aydır mən onu hər gündə yazır. Sabah bürsü gün, sabah bürsü gün. Hələ heç bir məlumat da yoxdur. Nə qədər pul ödədiniz? 3050 manat. Yəni kartına göndərdiniz? Kartına göndərmişəm, bəli, 3000. Bir göndərmişəm, 50 manat da bir göndərmişəm. Yəni işin düzəlmədiyini gördünüz və təzədən tələb elədiniz işi? Tələb elədim, mən ondan tələb elədim ki, mənim pulumu, sənədlərimi geri qaytar. Bir gün yazır, konum at filan yerə göndərəcəm, taksi vasitəsi ilə. Bir gün deyir, özüm gələcəm, saat 10-da filan yerdə ol, 11-də filan yerdə ol. Yenə də hələ bir dəqiq məlumat yoxdur. Yəni bu xanıma siz iş üçün müraciət etmişdiniz və sonra aldandınız? Sonradan bəli, aldandığımı hiss elədim mən. Həmin insana dəfələrlə... Nə vaxt hiss elədiniz ki, aldanmışsınız? Mən ondan Slovakiyaya iş müqaviləsini tələb eləyəndə ki, mənə iş müqaviləsini göndər baxım. Bir gün, 2 gün, sabah göndərəcəm, bir gün göndərəcəm, sabah göndərəcəm. 15 gündən sonra mən təzdən ona müraciət elədim ki, mənim iş müqaviləm nə oldu? Göndərməyəndə mən bildim ki, mən burada aldanmışam. Bu İnara xanıma biz iş vizası, iş düzəltmək adı ilə bizdən 1050 manat, 3050 manat pul alıb 2 nəfərə iş düzəltmək adı ilə. Lakin yəni bu bir fırıldaq olduğunu biz anlamışıq. Fırıldaq olduğunu anlamışıq. 4-cü aya keçir, bizə hər gün pulu, sənədləri yollayacağını söz verir, amma yəni ortalıqda bir şey yoxdur. Yəni bizdən əlavə də zərər çəkmişlər var, bir çoxdur və bu yəni biz əsas media bunu canlandırmamızdan məqsəd odur ki, yəni digər şəxslər də bu şəxsi tanıyıb, yəni aldanmasınlar da. Şəxsiyyət vəsiqəsi, xarici pasportumuz, yəni bir günlük aldı bizdən ki, sənədləri həll edeyim vacibdir. O gün bu gün 4-cü aydır ki, bizim sənədsiz fırlanır. Nə sənədiniz var, gəldi, nə pul? Heç nə sənəd gəlir, nə pul. Yəni əlaqə saxlayanda nə deyir sizə? Əlaqə düzü telefonu götürmür, WhatsApp vasitəsilə yazırıq. Yazır ki, bu günləri 100%-dir, sabah 100%-dir. Eyni 2 aydır ki, eyni sözlər təkrarlanır. Yəni nə vaxt aldandığınızı hiss elədiniz? Biz belə deyək, 2-ci ayında yəni söz verdi, səfirliyə çağırdı, getdik səfirliyə, gəldik ki, gördük ki, mən getdim səfirlikdən, maraqlanım, səfirlik ki, sizin sənədləriniz burada yoxdur, sizin haqqınız, ümumiyyətlə bizi tanımadılar ki, belə bir insan var, yoxdur. Biz onda bildik ki, yəni bu fırıldaqçılıqdır. Yəni internet üzərindən insanları aldadır? Bəli, internet üzərindən insanları aldadır. Münəvvər Muxtarova isə vətəndaşların pulunu və sənədlərini qaytarmaq əvəzinə hər dəfə onlara bəhanələr uydurur. Məcid bəy, mən də onlarla danışdım. Sabah sənə 1000 manat pulu oturacaq. Dəqiqdir, 1000 manat sabah mı otuzdururlar. Qalan pulu da sənədlərlə birinci gün veriləcək. Ondan tez olmur. Sabahlar amma 1000 manat dəqiqdir, sənə oturacaq, biləsən. Salam, gözləyin. Məsələniz həll olunur. Gözləmək lazımdır.
12-1 arası özüm əlaqə saxlayacağım səni, sənədləri bir də ödənişi çatdıracaqlar sənə. Yaxşı biləsən. Sabah 12-1 arası özüm səninlə əlaqə saxlayacağım. Ad çəkilən İnara ləqəbli Münəvvər Muxtarova ilə əlaqə qurmaq cəhdimiz alınmadı. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrafilli Dinas TV-yə bildirdi ki, vətəndaşların müraciətləri əsasında müvafiq polis orqanlarında araşdırmalar aparılır. Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.